Yumru yoxsa dörtgünc? Bir dənə bunu yazın da qızlar. Sizcə bu hansı? Çox dadlı və çox gözəl. İndicə canlıda hazırlamışam. Biberli keks. Yumurtalı, adi. İndi görəcəksiniz. Hər qaba biraz göyərtilərdən də atıram. Hərəsinə 1-2 dənə qoz. Yox, mənim üçün qoymuram. Qəşəng olur, lətiş. Yox da istəmirəm qozunu. Yaxşı, lətişinkinə qoz qoymuruq. 2 dənəsini qoymuram. Aha, tamam. Doyumlu olsun, tutumlu olsun. Başa düşdünüz qızlar, ona görə. Hərəsinə 1 qaşıq kəsmik. Mənimkini də Hə, lətiş kəsmik xoşlayır. Sənə qoz qoymadım, anaşım. sən pişirdin. Aha, hərəsinə 1 qaşıq kəsmik. Qızlar, bu arada kəsmiyi özüm hazırlamışam. Evi solu kəsmikdir. Qəşəng. Südlə hazırlamışam. Sonra nəyim qaldı? Biber, qoz, göyərti qoydum. Bu yaxşıdır. Hə, hansınki deyirəm yaxşıdır. Bir dənə baxın qızlar. Qəşəng. Bircə qırıq dağıldı ha, mənlik deyil. Bu da yaxşıdır. Demək belə. Bu da yaxşıdır. Qızlar, tərpənəndə içi tərpəndisə həmən sındırmayın. Eləcə də tulluyun geçsin. Tərpəndi olmaz. Bax, görsən nə gözəl çıxır. Bax, heç nə dağılmadan. Neçəsini qırdım ay qızlar? 2, 4, 6. Denən 12 yumurta neyin sən eləyim? Kim yiyəcək bu bohtanı? Bəlkə az eləyim yumurtaları. Onda tontiş çıxmayacaq axı. 8-i bəsdir. Hə, deyirsiniz. 8-ini sındırım. Neçəsini sındırdım, ay Allah görəsən. Deməli, 2, 4, 6, 8. 8-ini etdim. Qoy birini də sındırım da, artıq olsun da. Artığın nə ziyanı var? Mikserlə çalım, tökün. Mikserlə çalım, əlimdə çalmayım. Yaxşı mikserlə çalaram, düz deyirsiniz. Mikserlə qəşəng olar, düz deyirsiniz. Ona görə mikserlə çalım. Nədir? Buna baxın. Nə gözəl görünür, bir renkli görünür qızlar. Arada gəlsən məncə olsun. Mənə bir renk yoxdur, çarımdır. Qəşəng. Bax, səninkinə gətir çox döküm küncüt. Mən çox bəyəndim. Lətişki küncüt xoş deyir, lətişə küncütü çox döküm. Ora çox tökürsən sən. Tahindir də, tahini bununla hazırlayırlar. Amma mənimkinə qoz vurmuşsan. Yox, səninkinə qoz Ana, vurmadım. orada Bir də 1, 2, 3 qoz dənəsi səninkidir. Hə. Qoz vurmamışam. İndi mən bunu qarışdıracağım ya qızlar. Burada qarışdıracağım. Hamısının eyni normasında olmaqdan ötürü yumurtanı elə bir burada içinə vurmaq yaxşıdır. Sən Allah bir fikir ver. Üstlər köpüyüydü qızlar. Altdan indi yumurtanın özü gəlir. Və ona görə də o internetdə görmüşdüm. Hərəsinə ayrı-ayrı vururdu yumurtanı. Bu mənə bir təcrübə olsun. Ay Allah, yumurtam çox qaldı. Bu nəymiş? Yumurtam qaldı. Nə yaxşı ki qoymadınız 12-sini sındıram ay qızlar. Allah sizdən razı olsun. Vallahi 9 dənə sındırdım. Qoz vurdum. Sonra küncüt vurdum. İndi qara çörək otu da üstünə tökəcəm. Biber vurdum, petruşka vurdum, kəsmik vurdum. Hə, indi də pendirini tökürəm. Məncə ta heç nə qalmadı. Pendirlərini də tökürəm, qəşəng. Aha, bax bu lətişinki oldu qızlar. Bu ağ küncütdə olanlar lətişinkidir. Qara çörək otular da bizimkidir. Aha. Amma qara
qara çörək otu yaraşır da buna. Həm də ki, məsələn, küncütlü ballı yeyəndə qəşəngdir. Şirnili də belə bir şeylər. Omlet filan. Ay, nə qəşəng qızlar. Ailəniz üçün belə fərəhlə hazırlayın yeməklər. Baxın qızlar, bax belə formada hazırdır. Demək, axdı. Bu küncütlü olanlar ləçinkidir, qara çörək otular isə bizimkidir. Ara çıxanları silim, orada qaralacaqlar. Sonra yuyanda da əziyyət verir adama. Məncə hər şeyini vurdum daha. Biraz da artırım ki, yüksək temperaturla yumurtadır da biraz da pişdi bəsdir. Poncik qalxıblar, ay qızlar, ay qızlar. Bu atılır be, devam edin. Süperdi, süper. Bu nə gözəllikdir. Allahım, şükürlər olsun sənə. Allahım, şükür. Ay qızlar, siz bir baxın. Ben söndürüm sobamı. Ay qızlar. İndi la. Baxın qızlar. Sizlə birlikdə pişirdik ha. Siz mənə məsləhətlər verdiniz. Birlikdə etdik qızlar. Çox qəşəng. Amma yaxşı ki 12 yumurta qoymadınız bura. 12 yumurta ilə qızlar bu olmayacaqdı. İndi sunmağa mənə deyin. Süfrəyə hansını da verim? Qızlar bunda verim, yoxsa bunda? Sizcə, yoxsa ağqab olsun? Bir dənə baxın. Yumru yoxsa dörtgünc? Bir dənə bunu yazın da qızlar. Sizcə bu hansı? Yumruda, uzunda, yumruda, uzun sovda, kvadratda. Mən qoymadım. 4 yumru 4. Ay Allah, yumru. Yaxşı, yumru da, yaxşı. Çünki niyə? Yumru həm də mənim səhər çay dəstimdir. Ona görə gəlin yumruda. Ay Allah sizi xoşbəxt eləsin. Ay qızlarım, mənim gözəllərim, gözəl izləyicilərim. Allah sizi xoşbəxt eləsin. Həmişə həyatınız, işləriniz gözəl olsun. Bacınız qabiliyyətlidir də, ay qızlar. Bacınız qabiliyyətlidir. Baxın, necədir? Maşallah. Baxın, qızlar, görün necə gözəl görünür. Yaxşı, qoy bunu götürün, bundan götürüb yeyərlər. Allah sizin də süfrənizi bol, bərəkətli eləsin qızlar. Ruziniz bol olsun, həyatınız gözəl olsun, canınız sağlam olsun. Gözəlliyə baxın. Görürsünüz qızlar, qara çörək otu ilə başqa gözəldir də. Qara çörək otu ilə. Maşallah. 9 yumurta elədik qızlar. 12 olsaydı çox olardı. Bu ağ küncütlə olanlar qızlar Lətifənindir. Lətifə qara küncütü istəmir. Ona görə də qoy dayan. Qaraları kənara yığım. 3 dənə ağı Lətiş özünə, bir də Lətişinkinə qoz vurmadıq da qızlar. Aha, bir dənə də qalıb qara küncütdü. Maşallah, qəşəng oldu, qəşəng. Maşallah. Nə qəşəng menyular gördüm qızlar. Bişirəcəm sizlə birlikdə. Çünki mən bişirənəm. Amma nə yaxşı ki bu TikTok var. Canlı açmaq, necə deyim, şansımız var. Ay. Bax belə Hasan da çıxdı qablardan. Baxın qızlar. Çox qəşəng. Kağızım da var, silikonum da var. Amma onları seçmədim. Əllərimlə qabı yağladım, qəşəngcə. Onlar həm artıq xərcdir, həm də orqanizm üçün zərərlidir qızlar. Bax beləcənə sizlə birlikdə belə bir səhər yeməyi hazırladım, düzdür?
Qəşəng bunu südlə də, kakaonla da, kofe ilə də nuş eləmək olar. Siz bir bunun gözəlliyinə baxın ay qızlar, görün. Eviniz üçün hazırlayın. Həm fərqli təqdimatdır, həm də çox gözəldir. Kokusu da çox qəşəngdir. Bu qara çörək otu içərisində həm küncüt də var idi. Bölüm baxaq. Hə, yaxşı, bölüm deyirsiniz. Çünki efirdə yeməyi sevmirəm də. Yəni o mənim xarakterimə, xüsusiyyətimə aid olan bir şey deyil. Amma gəlin elə birlikdəcə baxaq. Müəllim, bax gör necə çıxıb Atəş müəllim. Oo, qəşəng də kəsilir. Belə qəşəng ponçiklərimiz oldu. Çox qəşəng, çox dadlı. Baxın, içərisindəki o qozdur. Biberlər, göyərtilər, kəsmiyi. Da faydalı da bir sözlə küncütü, qara çörək otusu, yumurtası, vitamin bombası. Səhər-səhər bunu südlə, çayla, kofe ilə necə istəyirsiniz yeyib içə bilərsiniz.